Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə sentyabr ayının pensiya ödənişlərini tam yekunlaşdırıb. Bu barədə Nazirlikdən AXAR-AZA verilən məlumata görə, bütün pensiyaçıların vətəndaşlara vaxtında və tam şəkildə ödənişlərinin çatdırılması təmin olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 23-də ilk olaraq Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçılara və güzəştli şərtlərlə təyin edilmiş pensiya alan şəxslərə vəsaitlər köçürülüb. Daha sonra bugün ölkənin digər bölgələrində yaşayan vətəndaşların sentyabr ayı üzrə pensiya ödənişləri də həyata keçirilib. Nazirlik bildirir ki, bütün pensiya vəsaitləri vətəndaşların şəxsi hesablarına tam şəkildə köçürülüb və hər kəs pensiyasını bank kartı vasitəsilə rahat şəkildə əldə edə bilər. Bunun üçün müvafiq bankların xidmət göstərdiyi bankomat şəbəkəsindən istifadə mümkündür. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu hər ay olduğu kimi bu dəfə də ödənişlərin qrafik üzrə vaxtında və problemsiz həyata keçirilməsini təmin edib. Bu addım pensiyaçıların sosial rifahının yaxşılaşdırılması və dövlətin sosial öhdəliklərinin yerinə yetirilməsi istiqamətində görülən işlərin davamı kimi qiymətləndirilir.